Çinlilər özləri artıq Azərbaycanda servis açıb, kişi. Ustalar Çinlilər. Dragon Auto. Bax, biri burada, biri orada. Bunun adı Voodoo. Vüqar deyirlər yeri gəlmişkən. Biri də orada iş görür qardaşımız və bir dənə şey deyim sizə. Bir dənə bunu göstər. Bax, bu lini görürsünüz. Bax, bu lini. Bax, görürsünüz, oturub yerə. Maşın made idi. Bildiyiniz, yəni heç nə işləmirdi. Pnevmasına kimi oturmuşdu. Bax, bir dənə də göstərərəm. Bax, bir dənə yaxından bir dənə bax. Görürsünüz, maşın oturub konkret. Yəni həyatını bitirmişdi. Bu adamlar təsəvvür edin, yarım saat ərzində bu maşını həyata getirdilər. Deməli, bax orada oturan Jack'dir, deməli ustalardan biri. Hamısı Kitaylardır, hamısı Çinlilərdir. Bunların hamısının orada dostları var, əməli başlı serverlərə çıxırlar. Birbaşa oradan, yəni bütün informasiyanı alırlar öz dillərində. Yəni problem yoxdur. İnformasiyanı alırlar və luboy bir maşın, luboy bir Çin maşını gəlir Dragon Auto'ya, bütün işləri burada həll edirlər. Yəni bunlar üçün problem yoxdur. Çinlilər də öz dilləridir, öz maşınlarıdır. Bundan artıq belə deyə də çörəyidir, çörəkçidən al. Bu da yeri gəlmişkən Xunqçidir. Nə gedir burada, nə iş gedir? Bunun bataryası tam olaraq sıfıra düşmüşdür. Hal-hazırda Çinli ustalar tərəfindən təmir olunur. Yəni yeni ən son təsis edilmiş avadanlıq vasitəsilə. Bu deməli, bu aparat yeri gəlmişkən deyim ki, yəni Temudan zaten alınan aparatlardan deyil. Bu elə bir aparatdır ki, bunu ilə özləri orada işləyirlər. Ən keyfiyyətli aparatlarda özləri bilirlər. İndi bura Azərbaycanda çox şeylər elə güclü bir aparatlar gəlməsə də, bunların öz işlədiyi aparatlar daha başqa temalardır. Yəni amma əməli başlı adam iş görür burada və bu maşında nə problem var idi? Onun şarjı işləmirdi. Şarj yeri işləmirdi. Şarj yeri işləmirdi, bəli. Şarj yeri işləmirdi. Yəni zayatqa yığmırdı, onu da bəli, zayatqa yığmırdı. Bir gün ərzində biz onu təmir edib təhvil verdik. Volkswagen ID-dir. ID4. ID4-dür. Yəni maşın zayatqa yığmırdı. Çünki bilirsiniz, elektromobildir bu. Dragon Auto'da qardaşım. Yəni heç bir yerdə günün bugünündə Azərbaycanda heç bir yerdə olmayan avadanlıq və iş görülür. Elektron proqramlaşdırmadan danışıram sizə. Bu günləri Azərbaycanın heç bir yerində olmayan həmin bu iş bugün Dragon Auto'dadır. Elnur da hər halda bu sözümü təsdiqləyəcək. Elnur, nə xidmətlərimiz var? Bütün Çin avtomobillərinin elektron diaqnostikası, təmiri, proqramlaşdırma, hər bir şey, bütün xidmətlər bizim servisdə yerinə yetirilir. Yəni, luboy maşını gətirsəm, bəli, luboy maşın. Elə bir maşın gətirsəm ki, məsələn, heç Azərbaycanlılar görmürlər onu. Problem yox, biz həll edirik. Hamısı var sizdə. Bəli, hamısı təmir edilir. Yəni, əslində, burada məntiqlidir. Çünki adamlar oradan gəliblər bura və öz maşınlarını yəni bizdən 100 qat yaxşı tanıyırlar və elə markalar göstərərlər bizə ki, biz onları görməmişik. Və əlbəttə ki, ünvan. Yəni kimdə Çin maşını varsa və problem yaşayırsa, ümumiyyətlə elektronika ilə bağlı, əsas burada elektron proqramlaşdırmadır. Yəni diaqnostika elədi, hə qardaşım, səndə bir problem var, oldu, öpürəm sənə, çiçək, pulvu da aldı, yox. Yəni onu yoxlayır və sonra o problemi aradan götürür. Dragon Auto. Dragon Auto'da yalnız və yalnız təmir işləri həyata keçirilir. Yəni təmir, bərpa və ən əsas da bir daha xatırladıram. Elektro proqramlaşdırma. Yəni rəqəmsal nə varsa, bax elektrik maşın, plug-in hibrid, sırf batareyalarla, sırf tokla işləyən bütün işləri hamısını Dragon Auto görür. Və onu da qeyd edeyim ki, Dragon Auto'da görülən işləri heç bir yerdə tapa bilməyəcəksiniz. Çünki burada ustalar Çinlilərdir. Dragon Auto harda yerləşir? Bibi Heybət məscidindən düz 300-400 metr gedəndən sonra dönürsüz sağa. Girirsiniz Sokar yanacaq doldurma məntəqəsinə və Dragon Auto'nu əlbəttə ki, görməmək mümkün deyil.